Yeni ildə basıb yemişsən, qulaqların şəlpələşib. Ay müəllim, biabırçılıq müəllim. Niyə, nə olub? Rəqib durub blokda, bəs mən bunun qaraciyərini udar vurmaq istəyirəm, vura bilmirəm. Durub blokda, dinən çıxarsın blokda. Ay, məşq deyil. Hə, o biçim, qaraciyərinə zərbə vuramısan. Gəl bura görmə, rəqib. Hə, biraz boruz gəlmədən, normal gəl. Durmuşsan rəqiblə qarşı-qarşıya. Rəqib əgər solaxaydısa və yaxud da öz stoykası sağıdsa, fərq eləmir. Rəqiblə hər zaman birinci növbədə qabaq əlivi işlədirsən, sonra atırsan fake ceb, fake, baba atdın fake ceb. Arxa əlinə rəqibin çənəsinə keçirdirsən və qaraciyərinə rahat şəkildə vura bilərsən. Aydındır? Yoxsa durubsa o blokda daimi sən buna vursan, ona əlbəttə ki, o görür axı sən sıxmısan onun qaraciyərini. Ona görə altdan zərbə atmalısan ki, ən azından hissiyatı qalxsın, əlləri başına, çənəsinə. İstər-istəməz baş gedəndə əl burada bu vəziyyətdə getmirsən ki, o məcburdur çənəsini qorusun, bu vəziyyətdə gedir də istər-istəməz, düzdür? İndi mən yavaş-yavaş göstərirəm deyə, ola bilər bu əlini çəkməz. Amma buna moşunu keçirdəndə qaraciyəri açırır, keçirdə bilərsən. Yaxşımı? Uşağı bir də blok atma, hə? Yaxşı, baş üstədə deyil. Hə, nə olub, bəs o qulaq var?